Bizə yeni qoşulan bütün tamaşaçıları salamlayırıq və xatırladaq ki, bugün psixologiya real təsir yoxsa bəhanə bundan danışacağıq. İkinci hissənin qonaqları Mətanət Əliyeva, psixoloq, xoş gəlmisiniz Mətanət xanım və Fərid Rəfibəyli, həkim, neyroelm üzrə tədqiqatçı. Siz də xoş gəlmisiniz. Təşəkkür edirəm. İnsan davranışını psixologiya izah eləyir, yoxsa beyin? Beyin və deyərdim ki, Əsasən. insan davranışını psixologiya. Siz nə düşünürsünüz? İnsan davranışları, bütün bildiyimiz davranışlar beyində qurulur və biz bu dünyanı beynimizdə yaratdığımıza görə hər şey beyində həll olunur. Beyində. İnsan dəyişə bilir, yoxsa sadəcə uyğunlaşır? İnsan dəyişə bilər. Dəyişə bilər. Dəyişə bilər. İradə realdır, yoxsa beyin proseslərinin nəticəsidir? İradə realdır. Sizcə? İnsanlar düşündüyünüz qədər iradəli canlı deyirlər. Beyin, yenə də burada deyirsiniz, beyin proseslərinin nəticəsidir. Depressiya seçimdir, yoxsa xəstəlik? Xəstəlikdir. Siz? Bayaq dediyim kimi insanlarda seçim, azad seçim qabiliyyəti çox az olduğuna görə xəstəlik sayılır. Xəstəlik sayılır. İnsan etdiyi davranışa görə məsuliyyət daşıyır, yoxsa onun beyni? Məsuliyyəti insan daşıyır. Hüquq sisteminə görə əslində biz insanları azad iradəli olduqlarına görə yargılayırıq, amma əslində elə deyirlər, yəni deyirəm, təbii ki, beyin deyirsiniz. Bizim davranışlarımız psixologiyamızın nəticəsidir, yoxsa beynimizin verdiyi qərarlar və təsirlər? Psixologiyada ya insana xas bir şeydir. Məsələn, biz zürafiyə baxanda demir ki, buradakı nə bilim ağacdakı yarpaqlar bitsə nə edəcəm? Bunu düşünən tək canlı insandır və psixoloji səbəblərin də yaranmasına səbəb olan insanın şuurudur. Beyin qərar verirsə ya da beyin təsir edirsə, bizim günahımız nədir o zaman? Ya da azadlığı olurmu insanın, o zaman seçim azadlığı? Biz bütün məsuliyyəti insanın beyninin üzərinə atırıqsa, təbii ki, beyində gedən müəyyən proseslər, müəyyən belə deyək, vəziyyətlər var ki, insan davranışına, insanın psixoloji vəziyyətinə təsir edir. Amma bu demək deyil ki, insanın psixoloji vəziyyəti yalnız onun beynindəki problemlərlə əlaqəlidir. Bəzən bizim yaşadığımız həyatdakı müəyyən hadisələr, situasiyalar, bunlar bizə emosional baxımdan təsir edir. İnsan müəyyən neqativ düşüncələrə qapıldığı zaman artıq orada müəyyən duyğu yaranır, düzdürmü? Düşüncə duyğunu yaradır və duyğu yarandığı zaman beynimizdə müəyyən kimyəvi proseslər gedə bilər, hansısa bir vəziyyət ola bilər. Amma biz birbaşa olaraq əgər bütün məsuliyyəti sadəcə beynimizdə gedən proseslərin üzərinə atırıqsa, o zaman doğrudan da bəlkə də psixologiya sahəsinin yaranmağına ehtiyac yox idi. Biz bu dünyanı beynimizdə canlandırırıq. Şəxsiyyətimiz harada formalaşır? İnsan şəxsiyyəti harada formalaşır? Cavab verin. Qolunda, ayağında, gözündə, harada? Məncə beynində də. Bəli, beynində formalaşır. Bəs onu formalaşdıran nədir? Yaşadığımız hekayələr, düzdür. Məsələn, hal-hazırda necə? Həyat situasiyaları, yaşadığımız hekayələr, bütün yaşadığımız hadisələr və hekayələr. Burada hər kəsin bir hekayəsi var və bir məqsədi var. İndi yaddaşımızı itirsək, Allah eləməsin, bir anda görərik ki, haradayıq, düzdür, bilmərik. Çünki biz keçmişdə yaşadığımız hadisələrdən gələcəyimizi planlaşdıran canlılarıq. Və deyək ki, bura gələndə, məsəl üçün, yağış yağırdı və bir anda yolun ortasında yaddaşınızı itirdiniz. Nə olacaq? Əgər yağış yağırsa, yəni demək istəyirsiniz, psixologiya orada necə sizə kömək eləyəcək? Psixologiya, məsələn, bizim hekayələrimiz, bizim psixologiyamızda hekayələrimiz və dediyimiz kimi, əgər şəxsiyyətimiz beynimizdə formalaşırsa və onda yaşadığımız hadisələrin nəticəsində əmələ gəlirsə, deməli, hər şey yenə də beyində həll olunur. Əlbəttə, yəni ümumiyyətlə beyinlə psixologiyanı ayırmaq da biraz... O zaman niyə hər şeyə bir psixoloji izah verməyə çalışırıq və psixoloji xəstəliklərin sayını, adını bu qədər çoxaltmışıq və hər şeyi kütləvi şəkildə izahını verərkən sizdə bu varsa siz artıq filan psixoloji xəstəlikdən əziyyət çəkirsiniz kimi deyə bilirik. Çünki insanlar şəxsiyyət tipi ilə, xarakterin aksentuasiyası ilə şəxsiyyət pozuntularını səhv salırlar. Biz fərqli şəxsiyyət tipi ilə dünyaya gələ bilərik. Məsələn, mən introvert tipəmsə, bu mənim depressiyada olduğum anlamına gəlmir. Və mən bu tipologiyada da özümü yaxşı hiss edə bilərəm.
Şəxsiyyət pozuntusu, bəzən doğrudan da belədir, sosial şəbəkələrdə narsistlik deyilir, kiməsə diaqnoz, bipolyar diaqnoz qoyulur. Bu şəxsin həyatında ciddi problemlər yaratmalıdır. Onun sosial həyatında, fizioloji funksiyalarında. Yəni sadəcə hər özünü sevən insan narsist deyil. Hər özünə baxan, özünə qulluq edən insan, öz mövqeyini önə qoyan insan hər hansı bir pozuntunu daşıyan insan deyil. Yəni sadəcə insanlar son dönümlər maarifləniblər, müəyyən simptomları bilirlər və artıq bir-iki simptomu gördükləri zaman, onun yüngül formasını gördüyü zaman artıq belə bir diaqnoz qoyurlar bir-birlərinə. Bu isə doğru bir şey deyil yəni. Biraz öncə ikiniz də dediniz ki, insan dəyişə bilir. İnsan beyni ilə dəyişir, yoxsa öz xarakterləri ilə, psixologiyası ilə ya da öz hekayələri ilə? Dedik ki, insan hekayə və canlıdır və yadımızda hansı hekayələr qalıb? Məsələn, bura gəldik, yolda müəyyən hadisələr və s. oldu. Amma əgər onlar bizdə emosionallıq yaratmayıblarsa, onlar bizim yadımızda qalmayacaq. Bir həftə sonra yadımızdan çıxacaq. Amma deyək ki, burada gələndə yolda Allah eləməsin bir qəza gördüksə, o bəlkə bir il sonra da bizim yaddaşımızda qalacaq. Psixoloqların artdığı bir dövrdə əgər insanlar dəyişirsə, biz niyə hələ də cəmiyyətin aqressiv olduğundan şikayət edirik? Biz yenə də birinci hissədə dediyim kimi cinayətlərin sayı və ya münasibətlər. Bu psixologiyanın günahı deyil. Məsələn, necə ki, tibbdə xəstəliklər artırsa bu tibb elminin günahı deyil. Eləcə də bu psixologiyanın da günahı deyil və bu çox maraqlı tendensiyadır ki, nə qədər çox psixoloji mərkəzlərin sayı artır, o qədər də aqressiv uşaqların sayı artır, davranış problemli yeniyetmələrin sayı artır və yaxud boşanmalar artır. Burada məsələ təsir edən faktorlar, məsələn, medianın təsiri ola bilər. İnsanların hal-hazırda həyat çox sürətlidir, stres vəziyyəti insanlarda çoxdur. Yəni problemlər bir tərəfdən artır. Təbii ki, belə olanda problemə məruz qalan insanlarda da fərqli patoloji vəziyyətlər artır. Biz bunu əlaqələndirə bilmərik ki. Əvvəl olmayan məsələlər indi var və o məsələlərin təsirləri insanlara göstərir. Təbii ki, hətta Ümumdünya Səhiyyə Təşkilatının belə bir proqnozu var ki, irəli 10 ildə ölüm səbəbinə belə də səbəb olan xəstəliklər arasında psixoloji xəstəliklər ilk üçlüyə daxil olacaq. Yəni baxmayaraq ki, bu qədər belə deyək də araşdırmalar gedir, bu qədər siz deyən kimi tədbirlər görünür, nəticə budur. Psixologiya daha çox hazırki dönəmdə tələbdir və insanlar ehtiyac deyil, tələbdir. Bu ehtiyac da tələb də ehtiyacdan yaranır. Tələbat ehtiyacdan yaranır. Tələbat yan təsirlərdən də ola bilər, zamanın dəbi ola bilər, bir axın ola bilər. Bizdə bu gün ehtiyacdırmı, yoxsa sadəcə bir status üçün bir tələbdir? Bir ehtiyacdır təbii ki. Biz baxırıq ki, qədim dövrdə, məsələn, mağara dövründə yaşlı insanları, yəni bilgili insanlara yemək verirlər, su verirlər, amma halbuki onlar ov eləmək qabiliyyətləri yox idi. Çünki onların bilgəlikləri var idi, bilirdilər. Bu gün də insanlar, yəni bu dünya, hazırki müasir dünya o qədər inkişaf edib, o qədər dəyişib ki, hal-hazırda bir elmə, bir yolu dəqiq bilən, onlara bu yolda dəstək olan insanlara ehtiyacı var. Adətən gələn müraciət edənlər qonaq tipli müraciət edənlərdir. Qonaq tipli müraciət bir dəfə və yaxud da kiminsə vasitəsilə, məsələn, deyək ki, övlad valideynin vasitəsilə gəlir. Yəni valideyn ona o şərti qoyur ki, sən psixoloqa getməlisən və psixoloqun bir neçə seansı buna gedir ki, o qarşı tərəfə bunun nə qədər vacib olduğunu izah etsin və bəzən də ehtiyac olmur, çünki artıq sən görürsən ki, qarşı tərəf buna hazır deyil və yaxud bu reabilitasiyanı, bu terapiyanı istəmir. Sadəcə dəyişim o halda olur ki, insan həqiqətən də öz narahatlığının, öz daxili problemlərinin fərqində olsun. Bu isə cəmiyyətimizdə çox az insan var ki, o həqiqətən öz problemini qəbul edir və onu dəyişmək istəyir. Bu terapiyanın 50%-dir, mən deyərdim. Neyroelm sahəsində əsasən insanların danışdıqları bundan ibarətdir ki, insan özü özünə hər şeyi yaradır. Yaxşı zamanı da, xoşbəxt anları da, bədbəxt anları da o hər şey onun beynində bitir. Bunu nəzərə alsaq, o zaman psixologiyanın hansı bir təsiri olur? Əgər insan öz beynində hər şey həll edirsə və taleyini çizirsə, hər şeyini yaradırsa. Bunun da neyrobiologiyasını bilirik. Amma biz deyirik ki, insan öz beynində hər şey yaradır, amma bir şey unuduruq ki, insan öz başına deyil. İnsan etdiyi bu gün bütün davranışların
səbəblərindən biri də ətrafındakı insanlardır. Və bu insanlar bizim gələcəyimizə, bizim düşüncələrimizə çox təsir edir. Yəni sosial təzyiq necə ki bizim genetikamız, bizim davranışlarımızda müəyyən qədər rol oynayırsa, eyni ilə bu dünya və ətrafımızdakı insanlar və onların bizə göstərdiyi təzyiqlər də davranışlarımızda əhəmiyyət kəsb edir. Qadın yönlü olması psixoloji seansların, eqonu inkişaf elətdirən, özün üçün yaşa, sən önəmlisən, heç kimə borclu deyilsən, hər kəsə yox deməyi bacar, bu kimi məsləhətlər verirlər. Bu sizcə insanların psixologiyasını pozmaq demək deyil? Yanlış məsləhət təbii ki, doğru deyil və psixoloqun birinci vəzifəsi məsləhət vermək deyil. Sizcə bunun özü doğru məsləhətdir, yanlış məsləhətdir? Belə ictimai demək ki, özün üçün yaşa, artıq həyat sənindir. Doğru deyil. İnsan başqaları üçün, yəni bununla bağlı elmi tədqiqatlar var. Hətta biz başqası üçün etdiklərimiz bizi daha xoşbəxt edir, nəinki özümüz üçün etdiyimiz şeylər. Və hər dəfə də belə deyil ki, heç bir halda fədakarlıq etməməlisən, hər zaman özünü sevməlisən. Bu bütün hadisələr, bütün keyslər üçün eyni deyil. Müasir dünya insanlara təklik satır. Amma biz başqaları ilə tamamlanırıq və yaşamağımız üçün başqa insanlara ehtiyacımız var. Ona görə də təklik, nə bilim, özünü sevmək, çox gözəl bir söz dediniz, fədakarlıq. İnsan heç bir təsir altına qalmadan fədakarlıq edə bilən yeganə canlıdır. Onu da nəyin hesabına edirik? Şuurumuzun hesabına. Amma bunu da öldürmək istəyirlər ki, fədakar olma, artıq bəsdir fədakarlıq elədiyin. Çünki fədakarlıq edəndə biz özümüzü xoşbəxt hiss edirik həm də. Nəyə görə? Əgər bir insana yaxşılıq ediriksə və o həmin insana yaxşılıq görürüksə, deməli həyatda qalmağımız üçün çox yaxşı şərait var orada. Və bu da bizim zehnimizə çox yaxşı gəlir. Ümumiyyətlə, insan nə edirsə, ümumiyyətlə, beyin əgər psixoloji xəstəliklə mübarizə aparırsa və yaxud da üç ölçülü görürsə, fərqi yoxdur, səs tezliyini eşidirik, qoxu və s. toxunuş və s. Hamısı nə üçündür? Bir şey üçün, həyatda qalmaq üçün. Beynimizin birinci prinsipi həyatda qalmaqdır. İkinci məqsəd nədir bəs? Əgər həyatda qalırsa, nə etməlidir? Çoxalmalıdır. Çünki canlılığın əsas məqsədi odur, çoxalma. Və bütün bu şeylərin hamısı insanın çoxalmasının və şuurun üzərində qurulan şeylərdir. Mən bu proyeksiya terminindən bağlı danışmaq istəyirəm. Əslində pingvin və yaxud bu kimi heyvanların bəzən videoları olur ki, insanları çox təsirləndirir. Bu əslində onu göstərdi ki, müasir dünyada tənhalıq doğrudan da problemdir. Çünki nəyə görə başqa bir şey yox, orada məhz tənhalığı gördülər. Daxili duyğularımızı, hisslərimizi biz ətrafdakı obyektlərin üzərinə köçürürük. Əgər insanlar daxilən rahat, daha xoşbəxt, daha özünü aidiyyətlıq o duyğusu olsaydı, çox az adam orada təkliyi və tənhalığı görərdi. Yəni ona görə də bizim əhatə edən bütün dünyaya bizim münasibətimiz daxili vəziyyətimizdən irəli gəlir. Eyni insan haqqında bəzən biri kobud, digəri aycənab deyə bilərik. Siz razısınızmı? Psixologiya vasitəsilə, psixologiya elmi vasitəsilə təklik satılır? Təklik qazanc əldə etmək istəyən insanların satdığı termindir. Mən belə düşünürəm. Çünki problemlər yaranır və həqiqətən də problemlər yalnız tənhalıq üzərində deyil. Tənha hiss etmək depressiyanın əlamətlərindən biridir. Və bütün problemlərdə yanaşı çox zaman depressiv əhval-ruhiyyə olur. Əgər təşviş varsa yanaşı depressiya olur. Əgər obsessiv kompulsiv pozuntu varsa yanaşı depressiya olur. Hamıda travma var. Xeyr. Bu sözü niyə istifadə edirlər? Çünki məsuliyyəti həmişə başqa bir obyektə köçürmək yaşamağı rahatlaşdırır. Bəli. Yəni, mən desəm ki, ürəyim belə istəyir, o məni qınayarlar. Amma mən desəm ki, travmalıyam, onlar məni başa düşəcəklər. Bəzən də travmalar da olur. Əgər travmanı olmaq bu demək deyil ki, sən həmin travmanın arxasında gizlənib sonrakı həyatını yaşamalısan. Yəni, adekvat insan odur ki, artıq o travmanı başa düşür, davranışının səbəbini görür və artıq davranışı dəyişmək üçün terapiyaya mı, özünü inkişafa mı artıq burada başlayır. Sizcə psixologiyanın indiki vəziyyətdə bu formada tanıtılması, təqdimatı, zərərləri toxunur? Burada günah psixoloqlarda deyil. Sadəcə özlərinin psixoloq kimi göstərən insanlardadır. Çünki internet dövründən sonra bilgilər və məlumatlar çox əlçatan oldu. İndi bilməyənlər də bilənlərə nəyisə öyrətməyə çalışırlar. Amma psixoloqlar müəyyən bir təhsil almış, müəyyən sertifikatlardan, imtahanlardan keçmiş insanlar olurlar. Və Azərbaycanda da görünür ki, çox yaxşı psixoloqlar, psixoterapevtlər var. Hətta coachlar da var, çox yaxşı. Amma
onları pis eləyən ortada olan digər insanlardır ki, hansı ki, heç bir adi təsirləri olmuyor. Əlbəttə. Var. Davam edim fikrimi. Evet, bitdi mən də sizi. Ya sadəcə bir müdaxilə eləmək istəyirdim ki, çox razıyam sizin bu mövzu ilə danışdıqlarınızdan, ona görə biraz tələsdim. Burada belə bir şey demək istəyirəm ki, doğrudan da o psixoloq kimi özünü təqdim edənlər nəyə görə? Onların çox ehtiyacı var ki, tanınsınlar, düzdür. Amma əsl o mütəxəssislər ki, hansı ki gözdə görünmürlər, onlara müraciət edənlər də var. Onlar öz sahələrində tələbatlıdırlar. Bu tələbat da insandan insana prinsipi iləndir. Məsələn, biri gəlir, fayda görür, sonra bəzən görürsən ki, onun ailəsindən, onun ətrafından insanlar müraciət və bu insanın ehtiyacı yoxdur ki, o cəmiyyətdə ekstra özünü tanıtsın və kütlə yığmağa çalışsın. Bu tərəfdə kütlə yığmağa çalışan və psixologiyadan çox az məlumatlı, bəlkə də məlumatı olmayan insanlar var və onların həqiqətən də belə deyək də yanaşmaları cəmiyyəti doğrudan da mənfi istiqamətə təsirləndirə bilər. Ona görə mən buradan tamaşaçılara da demək istəyirəm, mütləq müraciət etdikləri psixoloqların ən azı diplomunu və ixtisaslaşdığı sahəni tələb etsin. Tələb edən pasiyentlər olanda biz öz aramızda doğrudan da sevinirik və fikirləşirik ki, nə yaxşı ki, insanlar artıq bunun fərqindədirlər ki, biz araşdırmalıyıq. Yekunlaşdırma, mən bir şey də demək istəyirəm. Tək diplom görürük ki, hər şeyi həll eləmir. Əlbəttə. İnsan, yenə deyirəm, hekayəsində yaxşı təcrübəsi olmalıdır. Amma bu çox vacib məsələdir. Yəni, insanın yaxşı həyat təcrübəsi ola bilər. O, güzaran psixoloqları deyirik də onlara. O, öz yaxınlarına, doğmalarına dəstək ola bilər. Amma diplomsuz fəaliyyət göstərmək bu illərini, güzaran psixoloqları niyə? O hardan? Cəmiyyətdə bəzi insanlar var ki, nə gözəl sözdür, güzaran psixoloq. Bu elmi psixologiyada belə gedir, güzaran psixoloqları. Məsələn, siz çox yaxşı həyat təcrübəniz var, insanlar sizin məsləhətlərinizdən faydalana bilir. Yekun olaraq bunu bildirmək istəyirəm ki, beyinlə psixologiya bir-biri ilə əlaqəlidir və insan beyni doğrudan da çox güclü bir təsirə malikdir. Amma beynin belə bir funksiyası var. O reallıqla illüziyanı çox vaxt ayırmır. Ayıra bilmir. Siz özünüzü belə deyək də ətrafınızda baş verən hadisələrə, işinizə, həyatınıza negativ bir münasibətiniz varsa və daim orada mənfi düşüncələriniz aktivdirsə, sizin beyniniz sizə belə bir informasiya verir ki, sənin həyatın heç də yaxşı deyil və artıq sən emosional olaraq, duyğu olaraq özünü narahat hiss edirsən və artıq onu yaşamağa başlayırsan. Əgər sənin həyat qaydaların, düşüncələrin daha adekvatdırsa, sən normal həyata baxış bucağın varsa, orada artıq duyğular və emosiyalar da dəyişir. Dolayısıyla insanın düşüncələri və keçmiş təcrübələri üzərində doğru formada işləmək onun həyatına, duyğularına, davranışlarına və taleyinə təsir edir. Düşüncələrimiz əgər bizim həyatımıza təsir edirsə, o zaman pozitiv qalmaq lazımdır. Belə bir məsləhət verək də. Buyurun, sizin də. Bu günləri özünüzü necə hiss edirsiniz? Halınızdan şükür edirsiniz, yəni halınıza görə. Əgər bu gün yaxşısınızsa, demək olar ki, aşağı-yuxarı hamı eyni həyatı yaşayır hal-hazırda. Əgər bu gün özünüzü yaxşı hiss edirsinizsə, deməli, beyninizdə yaxşı xatirələri canlandırırsınız. Əgər pis hiss edirsinizsə, deməli pis hadisələrə köklənmisiniz. İnsan özünü əgər yaxşı hiss edirsə, bunda bu zaman beyində ventral tegment area dediyimiz bir hissə var və oradan biz həzz alırıq, dopamin alırıq. Bu da bizim gələcəyimizi planlamada, özümüzü yaxşı hiss eləmədə və özümüzü mühakimə eləmədə bizə çox kömək olur. Biz bəzən səbəbsiz yerə özümüzü çox pis hiss edirik və özümüzə qarşı, başqalarına qarşı bir nankorluq deyək, şükürsüzlük deyək də eləyirik. Bir söz var, deyir, kəpənəyi tutmaq üçün qaçdığın zaman ayağının altında əzdiyin çiçəkləri unudursan da. Bəzən biz böyük bir arzuların dalınca qaçırıq, amma nələri buraxırıq bilmirik, davamlı şikayət edirik və məmnun deyilik həyatımızdan. Birindən soruşmaq olmur, sən necəsən? Ancaq şikayət, ancaq problemlər və çətinliklər. Belə olduğu halda insan öz-özünün yolunu da, beynini də, düşüncələrini də bağlayır. Ona görə hörmətli tamaşaçımız, bütün baş verənlərə baxmayaraq özünüzü pozitiv saxlamağı bacarın. Gələn həftə görüşmək ümidi ilə. Psixologiya həyatımızın bir hissəsinə çevrilib. Amma əsas sual dəyişmir. İnsan kimdir? Seçən bir varlıq, yoxsa təsirlərin nəticəsi? Bəlkə də cavab ortadadır. İnsan həm anlayır, həm də seçir.
və bəlkə də məsuliyyət məhz burada başlayır.